Sumqayıt şəhərində Azərbaycanın milli qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun büstünün və xatirə muzeyinin açılışı olub. Polad Həşimovun təhsil aldığı Sumqayıt şəhər 28 nömrəli tam orta məktəbdə keçirilən açılış mərasimində Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, millət vəkilləri, hüquq mühafizə orqanları və digər qurumların rəhbər şəxsləri, şəhid generalın ailə üzvləri, döyüş yoldaşları və ictimaiyyət nümayəndələri iştirak edib. Açılışdan öncə büstün önündə məktəblilərin ifasında ədəb bədii kompozisiya nümayiş olunub. Milli qəhrəman, general-mayor Polad Həşimovun əziz xatirəsini əbədi yaşadacağımıza, vətəndaşlar ikimizə and içirik! Daha sonra büstünün açılışı olub. Çıxış edən Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov qeyd edib ki, Polad Həşimov 1975-ci il yanvarın 2-sində Qəbələ rayonu Vəndam qəsəbəsində anadan olub. 1976-cı ilin iyul ayında Polad Həşimov 6 aylıq olanda Həşimovlar ailəsi Qəbələ rayonundan Sumqayıt şəhərinə gəliblər. Polad Həşimov 1982-ci ildə Sumqayıt şəhər 28 nömrəli tam orta məktəbin 1-ci sinifinə qəbul olub və 1986-cı ilə qədər orada təhsil alıb. Yaşadığı ərazidə 33 nömrəli tam orta məktəbin inşa edilməsindən sonra o 1986-1988-ci illərdə orada təhsil alıb. Polad Həşimov 8-ci sinifdə riyaziyyat üzrə olimpiyadada 2-ci pillənin sahibi olub. 1988-ci ildə isə ərazidə daha bir təhsil ocağı Mikayıl Müşfiq adına 34 nömrəli tam orta məktəb inşa edilib və Polad Həşimov təhsilini orada davam etdirib. 1992-ci ildə oradan məzun olub. 1992-ci il avqustun 1-də Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə qəbul olan Polad Həşimov 1995-ci ildə oranı motatıcı ixtisası üzrə bitirib. Çıxış edən milli qəhrəmanın anası Səmayə Həşimova büstün və muzeyin yaradılmasında əziyyəti keçənlərə minnətdarlığını bildirib. Digər çıxış edənlər də general-mayor Polad Həşimovun şücaətlərindən danışıblar. Sonra xatirə muzeyinin rəmzi açılışını bildirən lent kəsilib. Tədbir iştirakçıları muzey ilə tanış olublar. Muzeydə şəhid general-mayor Polad Həşimovun uşaqlıq və hərbi xidmətdə olduğu dövrə aid olan fotolar, şəxsi əşyalar, sənədlərin surətləri, kitablar nümayiş olunur. Polad Həşimov üçün burada oxuduğu məktəbdə muzey açılır. Mən bu muzeydə iştirak edənlərə hamısına öz təşəkkürümü bildirirəm. Çox sağ olsunlar, onun burada büstü qoyulur. Çox sağ olsunlar ki, Polad Həşimova İldönümü ərəfəsində belə bir təşəbbüslə yanaşıblar və bütün xalqımızdan Allah razı olsun. Bu təşkilatı burada quranlardan, iştirak edənlərdən Allahım razı olsun. Mən onunla fəxr edirəm və onun adı gələndə mən qürurla, fəxrlə deyirəm, bu mənim şagirdimdir. Bildirək ki, general-mayor Polad Həşimov 14 iyul 2020-ci il tarixində Tovuz istiqamətində şiddətli döyüşlər zamanı Ermənistan silahlı qüvvələrinin hücum cəhdinin qarşısını alarkən qəhrəmancasına şəhid olub. Polad Həşimovun bugün oxuduğu məktəbdə biz olarkən insan çox qəribə hisslər keçirir. Bu hisslər ondan ibarətdir ki, həqiqətən də həm dərsində, həm elmi biliklərə yiyələnməsində qabaqcıl olmuş bir insan öz vətəninə sədaqətdə də qabaqcıl oldu və general rütbəli bir komandan kimi, öz hərbçilərinin başında durmuş bir şəxs kimi özü şəxsi nümunəsi ilə şəxsi qəhrəmanlıq göstərdi və mənfur düşmənin belini büktü, dizini büktü və biz öz torpaqlarımızı azad etdik. Prezident İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdiyi igidliyə görə general-mayor Həşimov Polad İsrailoğluna Azərbaycanın milli qəhrəmanı adı verilib. Şəmlistan Fikrətli, Elbrus İsmailov, Dünya TV.